salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bugün mən sizin qarşınıza yeni bir video ilə çıxıram. Və gördüyünüz kimi maşına əşyalarımızı doldurmuşuq. İnşallah bu gün turla kampa gedirik. Bəlkə bir 70 kilodan artıq bu sumkanın içinə veş doldurmuşum. Burada stoldur, bu matdır, bu çadırdır, bu da yataq tulumudur. Out of the Wild turu ilə gedirəm. İsmail'lə Buynuz kəndində olacaq turumuz və gedirik görüşmə məntəqəsinə. Videolar izləməkdə davam eləyin, maraqlı çəkişlər olacaq. Əziz izləyicilər, gedəcəyimiz avtobus budur. Tusi klinikasının qarşısında yığışmışıq, əşyalarımızı qoymuşuq. Birazdan tərpənəcəyik. Bugün İsmail'in Topçu kəndində yerləşən kampa gəlmişik. Gördüyünüz kimi mən Instagram səhifəsində Out of the Wild gördüyünüz bu səhifə ilə bu tura qoşulmuşam. Səhifənin linkini yerləşdirəcəm. İstəsəz də siz də onlarla belə bir çadır turlara, kamp turlarına qoşula bilərsiniz. Kampımız Flameland adlanır. Gördüyünüz kimi fərqli turlardır, birləşiblər və şəxsi maşınları ilə də gələnlər var. Meşənin ərazisində çadırlar qurulub və hazırlıqlar gedir. Öz çadırları ilə gələnlər isə öz çadırlarını qurmağa başlayıblar. Axşam tonqal, sonra konsert proqramı onlar olacaq. İzləmədə qalan, gedək çadırımızı quraq. Çadırımı bu ərazidə qurdum. Burada gördüyünüz çadırlar, belə deyim, özündən çadır gətirməyənlərdir, əvvəldən qurulanlardır. Kim istəyirsə isə öz çadırına gətirir və istədiyi ərazidə qura bilər. Mənim çadırım buradadır, qurmağa başlayaq. Palatkamızı hazır elədik. Palatkamız hazır gördüyünüz kimi. Əşyalarımızı bura yığacaq. Palatkamızın içindən də tanış olaq. Bu da palatkamızın içi. Yəni 4 nəfəri idi, amma 2 nəfər rahat yatmaq üçün 2 nəfər əla idealdır. Əşyalarımızı içəri yığaq ki, itibata düşməsin. Gördüyünüz kimi hazır palatkaları olanlar daha tez istirahata başlayıb. Biz isə hələ palatka yığırıq. Ərazini biraz detallı çəkmək istəyirəm, ətrafa sizi tanış eləyim. Mənim ilk belə böyük kampımda. Deyilənə görə 100-dən çox çadır var. Bizim çadırımız buradadır.
Artıq axşamdır. Saat 6'ya işləyib. Yavaş-yavaş gecəyi mahnını xatlayıb. Görürsünüz. Tonqallar yanacaq. Biri oradadır, biri buradadır. Lakin biz də özümüzə, çadırımıza yaxın yerdə burada tonqal qalayacaq və meşədən odun yığırıq. Payız fəsil olduğu üçün quru odunlar yerlərdədir. Yəni odun yığmaq rahatdır. Yəni ağacları zədələməyə ehtiyac yoxdur. Ona görə aşağı belə yarpaqların arasından quru odunları yığıb axşam tonqalımızı yandıracaq. Gördüyünüz kimi hər yerdə qalamaq üçün səsəti var. Ağacları zədələməyə ehtiyac yoxdur. İzləmədə qalan, axşam daha maraqlı olacaq. İzləyicilər, gördüyünüz kimi çadırımızdır. Axşam düşüb. Özümüzə yemək hazırlayırıq. Turşumuz var. Pomidor, xiyar, çoban salatımız var. Bayaqlarım qavyacın yumurta elədik, yedik. Və burada özümüzə steak hazırlayırıq. Gördüyünüz kimi nehrə yağı gətirmişik və kiçik balaca ətlərdir və digər tərəfdə də musiqi proqramı gedir, orada oynayanlar oynayır. Çadırların ətrafında tonqal yandırıblar, orada tonqalın ətrafında oturanlar və kim harda necə istəyir, elə də istirahət eləyir. Bizim də istirahətimiz belədir. İzləmədə olan maraqlı kadrlar sizi gözləyir. O nədir? Rizvay. Ha? Rizvay. İsti şarap. Ha, isti şarap. Sizin? Yox, neçəyə verirsiniz? 5 manat. Oradan baxar. Çəkirəm. Belə bir sol. Araqla qarışın. Al.
Seni anlamak için geçersen milletin derdi senin davul. Kim dedi ki derdim var? Yaşayabildiğimi yaşayıram. Pencereden bakıram. Bütün zaferlerim zümrüt renginde şehrim. Vay vay. Değdi saçlarıma bahar güneşi, bazen de sevgilim yadıma düştüm. Herkesin kalbine bir güzel düşer. Senden can benim yadıma düştün. Bazen de sevgilim yadıma düştün. Senden can benim yadıma düştün. Bazen de sevgilim yadıma düştün. Gözüm yolda, gönlüm seste. Gözlerim yar seni. Ömrüm gitti, hata kaldı bir yerde. Kaş karaldı, görmedim. Belki benim gönlümdeki döyüntünü bilmedim. Baba bunu polisten bıraktılar. Bırakmışlar siz. Sabah xeyir. Bugün artık 16 noyabrda. Gecəni tulumda yatdıq. Ama deyərdim ki, gecə çox soyuq keçir. Yəni mən axşam həm tulum, bu dutu kurtkanı giymədiyim üçün gecə çox soyuq oldu. Yəni gecə soyuq olur, onu kim çadırda qalacaqsa nəzər alsın. Bu da bizim İsmaila'da noyabr ayında kurduğumuz kampın səhərsi. Hələ də insanlar yatışır. Əziz izləyicilər, artıq saat 2'dir. Biz çadırlarımızı yığdıq. Yavaş yavaş da diğer çadırlar yığılır. Gördüğünüz kimi hazırlıklar gedir ve yavaş yavaş tərpənirik. Kanalıma abunə olmağı, videoları izləməyi, bəyənməyi unutmayın. Məndən bu qədər. Çalışdım sizə maraqlı bir gecəlik çadır kampından video təqdim elədim. Sağ olun.